Hamını salamlayıram. Bugün bugünkü mövzumuz elə yenə də insanın psixoloji və fizioloji durumu ilə bağlıdır. Niyə görə bu qədər çox xəstələnirik? Niyə görə bu qədər psixoloji və fizioloji xəstəliklər müşahidə olunmaqdadır? Niyə görə bu qədər konfliktlər, razılaşmamalar, uzaqlaşmaqlar, yadlaşma? Bu niyə görə baş verir? Bu ona görə baş verir ki, bizim müşahidəmiz, bizim aldığımız informasiya dalğaları, genetika vasitəsilə aldığımız informasiyalar, yerləşdirdiyimiz, o şuuraltıya yerləşdirdiyimiz informasiyalar ki, negativ əsaslıdır və onun üzərindən hərəkət etdik. Ona görə də bir çox hallarda biz çox sürətli və iti yaşayırıq. Bu sürətli iti yaşamaq da bizi məhdud ömür yaşamağa gətirib çıxardır. Halbuki biz uzun, xeyirli, bərəkətli ömür yaşama potensialı olan varlıqlarıq ki, və çox da faydalıyıq ki, bu barədə bizim o qədər də bugünkü günə anlamımız yoxdur. Niyə görə? Ona görə ki, biz şuurlu şəkildə hərəkətlik, heç bir müdrik insanla ünsiyyətdə olmuruq. Elmi əsaslar ki var ki, hansı ki, mütləq ki, bilmək ki, onları da əldə eləməkdən ötürü heç bir vasitələrdən istifadə eləmirik və öz düz bilgilərimizdə də bu cür narahat həyat tərzi yaşamalı oluruq ki, nəyləsə hər an, hər zaman müqayisə edərək yaşayırıq. Özümüzü kiminləsə müqayisə edirik, yaşayırıq. Uşaqlarımızı kiminləsə müqayisə edirik, yaşayırıq. Başqa uşaqlarla təbii ki, yəni hər kəsi, hər fərdi yanaşmamız bizim tam şuuraltı müqayisə eləməyə aparır, çıxardır. Biz bu şuuraltı müqayisə olduğunu bilmirik, biz bunu şuurlu şəkildə hərəkət edirik. Bizim bayaq dediyimiz kimi keyfiyyətli və xeyirli, uzun, elmə söykənən, bərəkətli ömür yaşama potensialımız ola, amma biz bundan seçmək istifadə eləmirik. Çünki heç biz hətta öz material genetikamıza belə o qədər dərindən baxmamışıq və oraya heç müraciət də eləməmişik. Ona görə bəzi şeyləri asan olsun deyə, yəni sakitləşim, rahat olsun deyə, hansısa bir xəstəlik və hansısa bir hal baş verəndə mən və ya ətrafımızdakılar bunu bizim genetika ilə bağlayırlar ki, bu genetik bir məsələdir. Genetika insanda dəyişkənli dəyişə bilir, təbii ki, dəyişməsi də mümkündür ki, buna təsir qoya bilir dalğalara genetika, hansı ki, tərkib hissəsi söz, yəni adi söz ki, biz danışırıq, o qədər söz danışmışıq ki, yəni belə ola bilər, düşünə bilərik ki, söz nə cür insanı dəyişə bilər. Söz maksimum insanı dəyişə bilir. Necə ki, pis tərəfə dəyişir, necə ki, məsələn, deyək, mehriban adam birdən-birə cod adama çevrilə bilir. Eləcə də cod adam dəyişə bilər, mehriban, möhtəşəm, səxavətli birisinə çevrilə bilir, dəyişə bilir. Bu dəyişkənlik bizim potensialımızdadır, biz dəyişkən. Biz bu arada bir dəfədən danışmışdıq dəyişkənlik barəsində. Mənim sözüm əslində bu deyil. Sadəcə mövzu söz gətirir deyə ki, toxunmalı oluruq bu məsələyə. Ki, biz öz ömrümüzü özümüz məhdudlaşdırmışıq. Biz öz düşüncələrimizi özümüz məhdudlaşdırmışıq. Biz yanımızda olan insanları özümüz məhdudlaşdırmışıq ki, özümüz diri qalaq. Niyə görə belə eləyirik? Çünki söz götürmə kimi belə bir keyfiyyət bizdə artıq demək olar ki, yoxdur. Söz götürmə əslində gözəl bir şeydir, amma biz söz götürmə ki, bizə həmişə ola bilsin ki, təhqir kimi söz deyiblər və bu cür şuuraltı olaraq yəni formalaşır. Bu bizim şuurda aqressiya kimi görsənir. Ona görə kimsə bizə söz deyəndə, hətta elmi sferada da desə, bu bizi çox qıcıqlandırır. Yəni bizim qıcıqlandırdığı üçün bizim şuuraltıda ancaq belə bir şeyi tanıyır və həyatımıza da ancaq belə bir insanları çəkə bilirik. Burada da maddi və mənəvi hallar bizdə
təxirə düşür. Çünki biz özümüzü düzü bilirik. Biz özümüzü həqiqət bilirik və bu qədər düz və bu qədər həqiqət olan yerdə və bu qədər xəstəlik və bu qədər inancsızlıq, bu qədər tənhalıq və təklik, biz bunlar harda, onda suallar ki, bunlar harda idi, onda hardan çıxdı bu belə bir hal. İnsan ilk görüşdə aram və rahatla görsənsə də belə, o aram və rahat görsənməsinə baxmayaraq sürətli yaşayır. Sürətli yaşayır deyənə müəyyən xəstəliklər də özünə çəkə bilir. Bizim şuuraltının möhtəşəm çəkimi var. Yəni negativə də, pozitivə də, iki tərəfə də çəkimi möhtəşəmdir. Və biz bundan ancaq negativ tərəfi, yəni çəkə bilirik. Yəni bizim cazibə qüvvəmiz ancaq onu çəkə bilir. Çünki şuuraltı formalaşan şuuraltı o cür yatkındır o şeylərə ki, onlar negativ xislətli bir şeylərdir ki, onları çəkə bilirik. Bu da bizim maksimum həyatda rahat və aram və dəyərli və lazımlı olmaq kimi potensiallarımızı su altına aparır. Bizim bayaq dediyimiz genetika dalğaları, genetika kimi var ki, bizim həyatımıza böyük təsir qoya bilər. Biz buna heç vaxt yəni qulaqla eşidib, gözlə görə bilmirik. Bu bizdə olacağımız yerdə olmuruq deyə yəni bizə maksimum təsir qoyur. Çoxlu yəni negativ sözlər işlənən yerdə dayanmaq, məsələn söyüş söymək və yaxud da söyüş söyənlərlə yerdə olmaq və yaxud da deyək ki, qeyri-adekvat davranışlı insanlarla ünsiyyətdə olmaq, bu bizi bu cür formalaşdırır. Sanki bir radiasiyalı bir yerdə dayanmaq kimi bir şeydir ki, bir neçə dəqiqədən sonra eyni orada radiasiyanın dərəcəsi nə qədərsə, o qədər də biz orada bədənimiz şüalanır. Və bu şüalanma desə bilin ki, bu cür təsir, fizioloji təsir qoya bilirsə, bizim deməli psixikamız belə bir şeylərə çoxdan açıqdır. Ona görə də bizə deyilən sözlər, danışılan sözlər, hətta pozitiv də olsa, xasiyyətimizə, xarakterimizə uyğun olmadığı üçün biz bunları itəliyirik həmişə. Negativ bir şey, dartım edirik həmişə, negativ şeyə fokuslanırıq ki, biz onu yaşamaq bilir bizim şuuraltımız, əslində yaşamaq deyil, o yəni bayaq dediyim kimi sürətli, konkret bitər, yəni başlamışıq ki, bitirək, yəni həm ömrü, həm gördüyümüz işi. Yəni faydasızlığa aparır bu cür yaşam tərzi. Və ən əsas da bizim qulaq asmamız ki var ki, biz ki qulaq asan tərəf kimi görsənsək də, bizim qulağımız ancaq negativ şeylər eşidir və heç vaxt da bu arada bu hikmət varsa düşünmür ki, niyə görə məhz bunu eşidirəm, niyə görə məhz bunu görürəm, negativ görürəm, niyə məhz həmişə konfliktliyəm, niyə məsələn ailə daxilində də hətta belədir, dostlarla da belədir. Bu barədə biz bunu düşünə bilmirik, çünki bu şuur-altdan şuura doğru düzgün məlumat kimi gəlir ki, özünü düz bilmək, yəni onlar pis və yaxşı belə bir məlumat. Yəni bu məlumat bu hərf bə hərf bu cür gəlməsə də, yəni bunu oxşar şəkildə beynimizə oturur.